Bakıya intensiv yağış yağıb və yağışdan sonra Bakıda heç yağışa düşmüş torpağı hiss edirsiniz. Bakının heç bir yerində torpaq qoxusu gəlmir. Hər yerdən kanalizasiya qoxusu gəlir. Dünən şəhərin mərkəzində 28 May küçəsində eyni qoxunu hiss elədik. Bugün Bakıxanov qəsəbəsində eyni qoxunu hiss elədik. Və eyni zamanda dünən bulvar hissədə eyni qoxu hiss olunurdu. Bakının hər tərəfindən bu dəqiqə kanalizasiya qoxuları gəlir. Amma heç bir yağış nəticəsində yaranan torpaq qoxusu gəlmir. Niyə? Çünki Bakı başdan başa beton örtüklə örtülübdür və Bakı sadəcə olaraq beton qəbristanlığına çevrilibdir. Yəni hər yanda asfaltlar, betonlar, suyun axmağa yeri yoxdur. Kanalizasiya bu suyu götürmür, torpaq bu suyu hopdura bilmir və hər tərəf sadəcə olaraq qoxu ilə, pis qoxu ilə, kanalizasiya qoxusu ilə bürünübdür. Bəs epidemiyalar necə yaranır? Epidemiyalar bu cür yaranır. Epidemiyaların yaranma şəraiti budur ki, o ağır qoxu əslində havada ağır molekulların gəzdiyinin belə deyək, işarəsidir ki, havada ağır, pis molekullar gəzir, xəstəlik yayıcı molekullar gəzir və bu çox ciddi məsələdir. Yəni hal-hazırda Bakının ən ciddi problemlərindən biri Bakıda epidemiyanın yaranması riskidir. Yəni bu yağışlar nəhayətdə epidemiya yarada bilər. Çünki kanalizasiya suları faktiki olaraq şəhərin hər tərəfindən daşıb, tökülüb və insanlar bunun nəfəslərinə çəkirlər, ciyərlərinə çəkirlər. Yəni bu cür bir şəraitdə nə etmək lazımdır sualına cavabı əslində şəhərsalma konferansı keçirdən ölkənin arxitektorları verməlidirlər ki, nə etmək lazımdır? Bakıda tikintilər dayandırılmalıdır, bir mənalı şəkildə. Bakıda tikintilər dayandırılmalıdır. Çox mərtəbəli binaların tikintisi xüsusilə dayandırılmalıdır. Bakı artıq bu şəkildə nəfəs ala bilmir. Bakı artıq bu şəkildə su içə bilmir. Sözün həqiqi mənasında və təbii mənasında Bakı su içə bilmir. Və bu şəkildə urbanizasiya, bu şəkildə şəhərə köç nəinki Bakının birazdan ölkənin fəlakətinə çevriləcək. Çünki Bakı ölkənin paytaxtıdır, əsas sənaye şəhəridir, mədəniyyət mərkəzidir. Bakı yaşanılmaz hala gələcəksə, Bakıda yaşamaq mümkün olmayacaqsa, bu ölkə üçün fəlakət olacaq. Yəni, istər sənayenin yenidən təşkil olunması baxımından, istər ekoloji tarazlığın qurulması baxımından, istər insanların yaşayış məsələsinin həll olunması baxımından fəlakət olacaq. Və ilk addım, birinci addım tikintiləri dayandırmaqdır. Və bu tikintiləri dayandırmaqdan sonra başlamalıdır yenidən planlaşdırma, şəhərin mərkəzini yüngülləşdirmək. Söhbət hansı yüngülləşdirməkdən gedir? Şəhərin məktəbini bu betonlaşdırmadan, mərmərləşdirmədən yüngülləşdirmək. Torpaq örtüyünü çoxaltmaq, park sahələrini çoxaltmaq və bununla da bu torpaq örtüyünü çoxaltmaqla, park sahələrini çoxaltmaqla yağışın yerə sorulmasına nisbətən şərait yaratmaq və yeni tikilən binaların kanalizasiya sistemlərini köhnə sistemlərdən ayırmaq və onları ayrıca belə deyək, formada nizamlamaq və kanalizasiya tullantılarının emal olunması ilə bağlı işə başlamaq. Ki, bu tullantılar əslində bir emal nöqtəsinə axsa, şəhəri bu şəkildə belə deyək, məhv eləməz. Şəhərin havasını bu şəkildə ağırlaşdırmaz. Bugün Bakının əksər yerlərindən, xüsusilə bir qədər çökək yerlərindən kanalizasiya qoxuları gəlir və bunun səbəbi Bakını bu şəkildə kanalizasiyaya qərq eləmiş inzibati siyasi idarə etmənin nəticəsidir. Yəni bu faktiki ölkəni, paytaxtını iflic və yaşanmaz hala gətirən bir dırnaqarası memarlığın və mühəndisliyin nəticəsidir.